Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif hazırlıqdandır. İş dəftərindən səhifə 46-da olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmayı unutmayın. Gəlin başlayaq. 4A tapşırığında deyir ki, suallara cavab verən cümlə üzvlərini seçib yaz. Bir direktor mükafatı təqdim etdi. Nə etdi? Təqdim etdi. Kim təqdim etdi? Direktor. Nəyi təqdim etdi? Mükafatı. 2. Sabah Bakıda güclü qar yağacaq. Nə edəcək? Yağacaq. Nə yağacaq? Qar. Nə vaxt yağacaq? Sabah. Harda yağacaq? Bakıda. 3. Ceyhun sabahki imtahana ciddi hazırlaşıb. Nə edib? Hazırlaşıb. Kim hazırlaşıb? Ceyhun necə hazırlaşıb? Ciddi. Nəyə hazırlaşıb imtahana? Hansı imtahana? Sabahki. Və cümlələrin əsasını müəyyənləşdirib yaz. Bir Səməd babasının səsini oyandı. Səməd oyandı. 2. Onlar şirniyyat bişirdilər. Onlar bişirdilər. 3. Yusif diqqətlə baxan uzaqdakı adamı tanıdı. Yusif tanıdı. 4. Qara maşın küçənin ortasında dayandı. Maşın dayandı. 3. Cümlələrin başlıcıqlarını müəyyənləşdirib altından xətt çək və qarşısında sualını yaz. Bir gecədən yağan qar hər tərəfi örtmüşdü. Qar örtmüşdün altından xətt çəkib mübtədədən xəbər nə etmişdir? 2. Həyətdə uca boylu bir oğlan daxil oldu. Oğlan və daxil olduğunun altından xətt çəkdi. Mübtədə kim xəbər nə etdi? 3. İdmançılar olimpiya yarışlarına hazırlaşdılar. İdmançılar və hazırlaşdıranların altından xətt çəkirik. Mübtədanın sualı kimlər, xəbərin nə edirlər? 4. Növbətçilər sinifdəki çiçəkləri sulayacaqlar. Növbətçilər və sulayacaqların altından xətt çəkdik. Mübtədanın sualı kimlər, xəbərin nə edəcəklər? 5. Günel bütün tapşırıqları düzgün əldə edib. Günelin və həll edibin altından xətt çəkirik. Mübtəda Güneldir. Sualı kim, xəbəri nə edib? Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.